Let me say a few things about a person for whom I have İcazə tremendous verin, dərin hörmət respect bəslədiyim, heyran and olduğum insan barədə bir admiration neçə kəlmə and deyim. affection. Rafiq Aliyev. Mən I met Rafiqlə təxminən Rafiq, 15 il bundan əvvəl tanış olmuşam və o vaxtdan 10-15 bəri years ago. onunla mütəxəssis kimi əlaqə saxlayıram. And Mən onunla since müxtəlif then, tədbirlərdə və I konfranslarda, have been in Berkeleydə və digər professional yerlərdə contact görüşmüşəm. with him. Bu səbəbdən də deyə bilərəm ki, met him on a mən number of Rafiq Əliyevi occasions, çox yaxşı in tanıyıram və various onunla places, dostluğumu in özüm üçün conferences, şərəf and bilirəm. he O visited, elə bir insandır ki, New onu nə York, qədər Berkeley, yaxından and many other tanıyırsansa, places. ona bir o qədər And hörmət so, və heyranlıq hissi At bəsləyirsən. this point, I can say that I know Rafiq quite well, and I consider it a privilege to have him as a friend. And he's the kind of person concerning whom it can be said that the more you learn about this person, the greater your respect and admiration. And I'm using the word admiration without exaggeration. Rafiq Aliyev has received a number of awards in recognition of his outstanding contributions. And of course, perhaps the most important award is the award that he got in Soviet times. Mən heyranlıq sözünü mübaliğəsiz işlədirəm. O, elmdəki nailiyyətinə görə bir çox mükafatlara layiq görülmüş və bunlardan ən mühümü Sovet dövründə aldığı dövlət mükafatıdır ki, bu da o dövrdə çox az adama verilirdi. Mənə ən dərin təəssürat bağışlayan onun dərindən düşünməsi, yaradıcı işə qeyri-adi bacarıqla yanaşması və özünü həm şifahi, həm də yazılı şəkildə gözəl ifadə etməsidir. Onu başqalarından fərqləndirən cəhət, onun gözəl ideyalar verməklə yanaşı, onları həyata keçirmək bacarığıdır. O, məsələni hər tərəfli öyrənir və nəinki məqalələr, hətta kitablar yazır, özü də qalın kitablar yazır. O, hər şeyi çox çevik mənimsəyəndir. He studies all aspects of a question, and eventually he produces not just a few articles, but he produces books, sometimes thick books. And he is a very quick learner. So to give a more specific example, in the case of soft computing, well, I introduced the concept about 10 years ago, and he very quickly recognized the importance of this concept, and he wrote a book in Russian on soft computing, which was perhaps the first book on the subject. Buna çox gözəl misal soft computing ilə əlaqədardır. Mən bu konsepsiyanı 10 il əvvəl irəli sürmüşəm. O, bu məsələnin vacibliyini dərhal duyaraq bu haqda ilk kitab yazmışdır. Kitab Rus dilində nəşr olunmuşdur. Mən ona bu kitabı İngilis dilində yazmağı təklif etdim və sonra Dünya Elmi Nəşriyyatında çap olundu. Mən əminəm ki, bu kitab soft computingin tətbiqində mühüm əhəmiyyət kəsb edəcək. Is a man who is greatly admired within Azerbaijan and outside as well. He's a very influential person, as he should be, because he is unique in many ways. I really don't know anybody who is like him, who has his combination of intelligence, creative ability, the ability to learn quickly, the ability to write, to make friends, to supervise, to lead. So in every respect that I can think of, he is a truly outstanding person. And at this point,
Mən Rafiq Əliyevə Azərbaycanda və onun hüdudlarından kənarda da hörmət bəsləndiyinə çox şadam. O çox təsir edici qüvvəyə malikdir. O qeyri-adi insandır. Mən həqiqətən onun qədər zəkalı, yaraşıqlıq qabiliyyəti olan başqa bir insan, adam tanımıram. O həqiqətən görkəmli bir şəxsiyyətdir. O, dünya miqyaslı şəxsiyyətdir. Onun qeyri-adi şəxsiyyət olduğunu mən bir müddətdən sonra anladım. Bir daha təkrar etmək istəyirəm ki, mən onun pərəstişkarlarından biriyəm və ona dərin hörmət bəsləyirəm. Mən qəti ümidvaram ki, onun nüfuzu vaxt keçdikcə dünyada daha da artacaq və soft computingin İngiliscə nəşri onun şöhrətini bir daha artıracaq. Bir neçə dəqiqə ərzində bunları deyə bilərəm. Mən çox şad oldum ki, hörmətimi, heyrət bəslədiyim bu görkəmli şəxsiyyət haqqında lentə yazdırmağa imkanım oldu. Perhaps what I could say in a matter of just a few minutes, and I am very pleased to have this opportunity to put on record my very deep affection and respect and admiration for this very remarkable person, Rafiq Aliyev. Mən bəxtimdən çox razıyam həyatda. Mənim azdan çoxdan nəysə bir uğurum olubsa, mən ilk növbədə öz müəllimlərimə borçluyam. Və bəzən məndən soruşurlar ki, Zadə sizin üçün kimdir? Lütfizadə mənim üçün ilk növbədə 20-ci və 21-ci əsrin ən böyük elm dühasıdır. Müqayisə həmişə xətalıdır, ancaq daha anlaşıqlıdır. Einstein fizikada inqilab etdi və özünə kimi Newton mexanikasının hər şeyə qadir olduğu fikrini alt-üst etdi. Və onun elmə verdiyi bir şey oldu, bir sərhəd. Bu sərhəddə kimi Newton mexanikası, yəni klassik mexanika işləyər, bu sərhəddən sonra isə yüksək sürətlər mexanikası, Einstein nəzəriyyəsi işləyər. Amma Lütfizadə 65-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotel məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi, riyaziyyatı ikiləşdirdi. Bugün dünyada, Dünya Universitetində 2 riyaziyyat oxunur. Klassik riyaziyyat, qeyri-səlis riyaziyyat, zadə riyaziyyat. Riyaziyyat dəyişdisə, elmin dilləri dəyişdi. Onlara yanaşmalar dəyişdi. Zadə fizikanı dəyişdi. Zadə kimyanı dəyişdi. Təbiət elmlərinin əksəriyyətini dəyişdi. Və bu baxımdan Zadə mənim üçün 20-ci və 21-ci əsrin ən romantik alimlərindən biridir. Romantik o baxımdan ki, bir ömürdə 6-7 elmi nəzəriyyə təklif etmək və bütün dünyanı heyran qoymaq və bütün dünya bu nəzəriyyələrin ətrafında işləsin, bu təbii ki, hər adama qismət olmur. Zadə belə bir insandır.